İkinci fəsil. Özünü Malah adlandıran adam iynənin ucunu qırxmış başına söykətdi. İynənin ucu dərini deşdi və o ləzzətlə nəfəs aldı. Cihazın asta uğultusu adamı cəlb edir və ofsunlayırdı. Elə dərinin altına dərini işləyən və orada boya qoyan iynənin sancması da onun kimi. Mən şedevrəm. Tatuajlar heç vaxt gözəllik naminə edilməyib. Dəyişmək, çevrilib başqa adam olmaq üçün onları iynələyirdilər. Bizim eramızdan 2000 il əvvəl Nubiyalı kahinlərin bədənlərindəki yaralar, qədim Romada Kibele kultuna etiqad edənlərin tatuajları, müasir Maorilər və onların moko çapıqları. İnsanlar çox-çox əsrlər əvvəl bədənlərinə, sanki onu ağrıya dözmək və dəyişmək məqsədi ilə qurban gətirərək tatuaj döydürürdülər. Bədəndə nişanlar, tatuajlar döydürülməsini qadağan edən Levit kitabında yazılan qorxunc xəbərdarlıqların ziddinə, tatuaj, dəb dalınca qaçan yeniyetmələrdən tutmuş, qatı narkodilerlər və əyalət ev qadınlarına qədər milyonlarla müasir insan üçün adi işə çevrildi. Bu, dünyaya öz əzəmətini nümayiş etdirməyin üsuluna çevrilib. Mən cismim üzərində hakiməm. Fiziki cəhətdən dəyişəndə meydana çıxan ləzzətli hakimiyyət hissi milyonlarla insanı müxtəlif üsullarla öz xarici görkəmini dəyişməyə təhrik edib. Plastik cərrahiyyəyə, pirsingə, bodybuildingə, steroidlərə, hətta bulimiyaya və cinsin dəyişdirilməsinə əl atırlar. İnsanın ruhu cismani qatın üzərində hakimiyyətə hərisdir. Döşəməüstü saatın zəngi eşidildi və Malah gözlərini qaldırdı. 7-nin yarısı. O alətləri kənara qoyub ipək kimonoya büründü və dəhlizə çıxdı. Zəngin və dəbdəbəli şəxsi mülkün havasına boyaların kəskin ətri və Malahın iynələri sterilləşdirdiyi mumşamların tüstüsü hopmuşdu. Ucaboylu cavan adam dəhliz boyunca qiymətli İtalyan antik əşyalarının yanından keçdi. Pranizinin qravüraları, Savonarolanın stolu, Buqarinin gümüş lampaları, yol üstü iri, bütün divar boyunca pəncərəyə nəzər saldı və klassik görüntüdən zövq aldı. Tünd qış səmasının fonunda Kapitolinin parıltılı günbəzi qüssəli qüvvə ilə işıldayırdı. O hardasa oralarda gizlədilib. Malah fikirləşdi. Bu haqda yalnız bir neçə adam bilirdi. Həmin dəfinənin necə əzəmətli qüvvəyə malik olduğu və necə fənkirliklə gizlədildiyi barədə bundan da az adamın təsəvvürü var idi. Bu, indinin özündə də ölkənin ən böyük sirri kimi qalırdı. Həqiqəti bilən azsaylı adamlar onu simvollar, əfsanələr və allegoriyaların arxasında gizlədirdilər. İndi onlar qapıları mənə açıblar. O, 3 həftə əvvəl Amerikanın nüfuzlu adamlarının iştirak etdiyi gizli ritualı keçib 33-cü dərəcəyə, planetin ən qədim qardaşlığının ən yüksək pilləsinə ithaf olunmuşdu. Yeni dərəcəyə baxmayaraq, qardaşlar Malaha heç nə açmadılar və açmayacaqlar da. O bunu başa düşürdü. Belə olmur. Malah nə qədər lazımdırsa gözləyə bilərdi. Ancaq istənilən halda onların tam etimadını qazanmayacaq. Xoşbəxtlikdən qardaşların etimadına onun ehtiyacı artıq yox idi. İthaf olunma öz rolunu oynayıb. Malah qarşıdan gələn hadisələrin ləzzətinin sevincli gözləntiləri ilə yataq otağına addımladı. Evin hər yerində quraşdırılmış dinamiklərdən nadir led yazısı səslənirdi. Verdinin rekviyemindən xədimin ifasında əbədi nur, keçmiş həyat haqqında xatırlatma. Malah göy gürültüsünə bənzər axirət gününü qoşdu. Litavrların və paralel kvintaların gümbultulu sədaları altında yüngüllüklə mərmər pilləkənlə uçdu. Kimononun ətəkləri arxasında yellənirdi. Mədəsi narazılıqla guruldadı. O artıq 2 gün idi pəhriz saxlayır və yalnız su içirdi. Bədənini qədim adətlərə uyğun hazırlayırdı. Sübh tezdən aclığını söndürəcəm. Özünə xatırlatdı. Qisas yanğısında. Malah ehtiramla müqəddəs yataq otağına daxil oldu və arxasınca qapını örtdü. Qardıroba yaxınlaşıb qızıl suyuna salınmış çərçivədə çox iri güzgünün qarşısında dayandı. Malah tamahını basa bilməyib öz əksinə baxdı və yavaş-yavaş sanki qiymətsiz bəxşeyişi açılmış kimi kimononun ətəklərini yanlara çəkdi. Gördüyündən nəfəsi kəsildi. Mən şedevrəm. Cüssəli bədəni tərtəmiz taraş olunmuşdu. Əvvəl balığın pulu və şahinin caynaqları döyülmüş dabanlarına baxdı. Sonra baxışlarını qabırğalı sütunlar kimi tatuaj olunmuş əzələli ayaqlarına keçirdi. Sol ayaq spiralvari, sağ ayaq şaquli şırımlarla. Boğaz və yahin. Əndam və qarın bəzəkli alaqapı təşkil edirdi. Güzlü sinəsində isə 2 başlı feniks qanadlarını açmışdı. Quşun gözləri düz döşün gilələrinə düşürdü. Çiyinlərini, boynunu, sifətini və qırxılmış başını simvolların və okkult işarələrin möcüzəli şəbəkəsi örtürdü. Mən artefaktam, kamilləşən bütəm. Onu çılpaq halda yalnız bir fani insan görmüşdü. Bu 18 saat əvvəl olmuşdu. Adam dəhşət içində bağırmışdı. Sən ki iblissən! Məni nə istəyirsən hesab elə. Qədimdəki insanlar kimi.
Mələklərin və iblislərin eyni mahiyyət kəsb etdiklərinə inanan Malah cavab vermişdi. Bir-birini qarşılıqlı əvəz edən arxetiplər. Fərq yalnız qütbləşmədədir. Sənin düşmənini döyüşdə üstələyən xilaskar mələk məğlub olanın gözündə dağıdıcı iblisdir. Malah başını aşağı saldı və gözünün ucu ilə başının təpəsini gördü. Orada tacın içində ağ dəri dairəsi işıldayırdı. Bu cidd cəhlə mühafizə edilən kətan onun bədənində əl dəyilməyən yeganə sahə idi. Müqəddəs boşluq səbrlə öz vaxtını gözləyirdi və bu gün doldurulacaq. Malah şedevrin başa çatdırılması üçün tələb olunanı hələ əldə etməsə də bu an sürətlə yaxınlaşırdı. Malah gördüyündən ruhlandı və qüvvə qabarması hiss elədi. Kimononu çəkib bağladı, pəncərəyə yaxınlaşdı və sirli şəhərə baxdı. O hardasa oralarda gizlədilib. Malah fikirlərini qarşıda onu gözləyən vəzifənin üzərində cəmlədi. Tualet stoluna yaxınlaşdı və sifətinə, başına və boynuna səliqə ilə tonal krem çəkdi. Tatuajlar yox oldu. Sonra o, bu axşam üçün əvvəlcədən ciddi surətdə seçilərək hazırlanan kostyum və bir neçə əşyanı əyninə geyindi. Nəhayət bir dəfə də güzgüyə baxdı və özündən razı təbəssümlə daz qırxılmış başını tumarladı. O hardasa oralardadır və bu gün bir nəfər onu tapmaqda mənə kömək edəcək. Evdən çıxa-çıxa Malah özünü Kapitolini sarsıdacaq hadisəyə mənəvi cəhətdən hazırladı. O, bu tamaşaya lazım olanları toplamaq üçün bütün sədləri keçmişdi və indi nəhayət oyuna sonuncu piyada girir.